evdən çıxır əleyhissalam gedir məscidə. Həyətdə qazlar deyir, hücum edir, gəlir qabağını almağa. Əbası qapıya ilişir, çıxır gedir. Gəlir məscidə, özü oyadır, öz qatilini deyir, dur belə yatmazlar, üzü üstə yatmazlar. Qalx ayağa, gəlir azan verir minarədən, gəlir dayanır namaza, səcdə halında birdən hamı eşidir ki, əlinin səsi ucaldı, fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə qurtuldum, nicat tapdım, arzuma çatdım. Göylərdən səs gəlir, ədalət sütunları parçalandı, mələklər ağlayır, insanların nalə səsləri qalxır. O əzəmətdə əlini bir kilimin üstünə uzadırlar, bir xalçanın, bir palazın üstünə aparırlar. Deyir, yolumu qatilim tərəfdən salın, gedirəm qatilimlə bir kəlmə söz danışım. Gəlir öz qatilinin yanına İbn Mülcəmin, onu danışdırır. Deyir, məni niyə vurdun, öldürdün, niyə məni vurdun, mən sənə pis imam olmuşdum. Deyir, bu anda bir dəqiqə İbn Mülcəmin vicdanı oyanır. Deyir, ya Əli, məndən əl çək, mən ən bədbəxt adamam. Bilirsiniz nə demək istəyir? İbn Mülcəm başa düşür ki, Əli istəyir, onu peşman eləsin, tövbə eləsin ki, bağışlansın. Bunun üçün danışır. İnanın, and olsun Əli ibn Əbu Talibin öz hörmətinə, orada İbn Mülcəm desəydi, bağışlayacaqdı, Allah da bağışlayacaqdı. Deyir, məndən əl çək, mən ən bədbəxt insanam. Aparırlar evə, bir yerə çatanda deyir, məni qoyun yerə, istəmirəm Zeynəb məni bu halda görsün. İstəmədim bir başının yarasını Zeynəb görsün, amma Kərbəlada başı bədənindən ayrılmış. O bədəni görəndə Zeynəb nə hala qaldı? Əsbəq ibn Nübatə Əlinin dostlarındandır. Deyir, dayandım həyətdə, içərdən ağlamaq səsləri gəlir. Bir neçə səhabə ilə durmuşuq. Onlar orada ağlayır, biz burada. Birdən İmam Həsən çıxdı ki, Əmir əl-Möminin deyir, gedin, qalmayın burada. Bir dəst adam getdi, mən qaldım. Dayandım, yenə oturdum, ağlayıram. Evdən yenə ağlamaq səsi gəlir, mən də ağlayıram. İmam Həsən çıxdı, dedi, Əsbəq demədim, gedin. Deyir, dedim, ya Əbəl Həsən, ya Həsən ibn Əli, ayağım getmir. Mövlamı görməmiş getmək istəmirəm. Nə olar icazə istə, axır nəfəsində bir görüm onu. Deyir, diyan Əsbəq gəlirəm. Gedir Əliyə deyir, Əli deyir, Əsbəq bizə məhrəm adamdır, qoy gəlsin. Deyir, məni apardı. İlahi, otağa daxil olanda gördüm, sarı dəsmalla başını bağlayıblar. Üzünün rəngi ilə dəsmalın rəngi seçilmir. Heç vaxt ağanı bu vəziyyətdə görməmişdim. Dizim büküldü, düşdüm yerə. Gəldim, ayaqlarından öpüb ağladım. Deyir, mənə baxdı, dedi, Əsbəq, ağlama, and olsun, Allaha cənnətə gedirəm. Gör, Əlinin təvazökarlığına bax. And olsun, Allaha cənnətə gedirəm.